Bugünkü gün məşqçi qaldıq, işlədik. Mən klubda da işləyirəm, yığma komandada da işləyirəm. Bunun səbəbi nədir? Rafiq Hüseynovdur, mənəm, Eldənizdir. Bizdən çox məşqçi dəyişən yığma komandanın üzvü yoxdur. Ən çox məşqçi görən bizik. Gürcü gördük, İran gördük, Alman gördük, Rus gördük, Türk gördük, özümüzçüləri gördük. Ən çox məşqçilər kollektivin içində biz daha çox məşqçilər gördük. Bu legioner məşqçilərin içində həqiqətən elə məşqçilər var ki, yaxşılar da var. Hə, olmasa ki, can yandırır da. Elə bir ki, hərdən elə bir gözün kimi. Elə yaranır ki, elə bir ki, özümüzküdür. Mən bugünkü gündə deyirəm ki, bundan qabaqki məşqçi Aleksandr Petroviç və Rövşən Bayramov, Həsən Əliyev, yəni köhnə kollektiv, onlar kəşkə mənim olardı 20 yaşım, onlar bu yaşda olardı, məşqçi olardı. Mənim, Rafiqin, Eldənizim, bizim 20-22 yaşımız olardı və o kollektiv orada olardı. Biz 5-10 yox, vallahi deyirəm, daha çox medal qazana bilərdi. Əyyarı daha da yaxşı ola bilərdi medal. Yəni, Həsən idi, Rövşən idi, bizi indiki məşqçilərlə düzdür. İndi mən də idman karyeramı bitirmişəm, indi uşaqlarla danışıram, indiki məşqçilərdə də heç bir problem yoxdur, amma o köhnə İranlı məşqçilər həqiqətən problem idi.